Belə bir trapesiya sualına baxaq. ABCD trapesiyasında CY YB-yə bərabərdir. YD perpendikulyardır AD tərəfinə. AB 20 santim, AD 16 santim, DC 14 santim olarsa bizdən DY-ni istəyir. Y nöqtəsi CB tərəfinin orta nöqtəsidir. Orta nöqtə olduğu üçün deməli Y nöqtəsini belə çəksək, bura bir K yazaq. YK olacaq orta xətt. Yəni biz Y nöqtəsindən AB-yə paralel xətt keçirsək, onda YK olacaq orta xətt. Orta xətt olduğu üçün 16-nı bölürük 8 və 8 santimlik hissələrə. Orta xətt KY bərabərdir. Oturacaqlar cəmin yarısı. Yəni AB üstə gəlinsin DC bölü 2. O da bərabərdir. 20 üstə gəl 14 bölü 2. Olacaq 34 böl 2, yəni 17 santim. KY-miz 17 santimdir. KY-ni 17 tapandan sonra DY-ni tapa bilərik. Onda üçbucaq KDY-yə baxsaq. Düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqda hipotenuzun kvadratı, yəni KY-nin kvadratı bərabərdir KD-nin kvadratı üstə gəlinsin DY-nin kvadratına. Buradan da KY-miz 17 deyə 17-nin kvadratı bərabərdir. KD-miz 8-dir. 8-in kvadratı üstə gəl DY-nin kvadratına. DY-nin kvadratını da tapsaq, 17-nin kvadratını 8-in kvadratını çıxanda olacaq 15-in kvadratı. Buradan da DY bərabərdir 15-ə.